Doktor, mən istəyirəm əməliyyat zamanı hər şeyi görüm. Siz mənimlə söhbət edə-edə əməliyyat edə bilərsiniz. Söhbət edə-edə əməliyyat spinal anesteziya ilə mümkündür. Lakin qeyd etmək istəyirəm ki, biz bir çox hallarda pasientlərimizin əməliyyatlarında spinal anesteziya yox, ümumi anesteziya növünü seçirik və bunun bir neçə səbəbi var. İlk növbədə qeyd etmək istəyirəm ki, spinal anesteziya hər pasient üçün uyğun deyil və müəyyən yaş kateqoriya və müəyyən yanaşı, məsələn, ürək xəstəlikləri olan pasientlərə bu anesteziya növü qətiyyən seçilə bilməz. Çünki bu anesteziya növü idarə olunmayan anesteziya növüdür və həyati riskli ağırlaşmalara səbəb ola bilər. Bundan əlavə, spinal anesteziya zamanı periferik sinirlərin bloklanması nəticəsində əməliyyatdan sonrakı dövrdə xüsusilə sidik qaçırma, sallama kimi və vaginoplastika kimi əməliyyatlardan sonra sidik ləngiməsi baş verə bilər. Eyni zamanda spinal anesteziya zamanı periferik damarların genişlənməsi nəticəsində xüsusilə də vaginal əməliyyatlarda qan itirmə daha çox ola bilər. Və ən əsası, əməliyyat zamanı əməliyyatın nəticələrinin uğurlu olması üçün cərrahın bütün diqqəti pasientin toxumaları, orqanları və icra etdiyi əməliyyat texnikasında olmalıdır. Ona görə də əksər hallarda biz əməliyyatları ümumi anesteziya altında icra edirik. Siz rahat yatın, biz də sizin əməliyyatınızı yüksək keyfiyyətlə icra edək.